Azərbaycan Qarmonu günü nəinki Azərbaycan qarmonu tarixində, ümumiyyətlə bizim çox əsrlik tarixə malik olan instrumental yaradıcılığımızda, instrumental tariximizdə belə ilk dəfədir ki, hər hansısa bir alətə belə bir gün təsis olunur və bu davamlı, ənənəvi olaraq hər il qeyd olunur. Xüsusi olaraq qeyd edim ki, həmin gün geniş miqyaslı, beynəlxalq çərçivədə yerli və xarici mədəniyyət xadimlərinin, tələbələrin, pedaqoqların, ustadların, fəxri qonaqların iştirakı ilə keçirilir. Azərbaycan Qarmonu günü bir layihə olaraq da qarmonumuzun tarixində ilk layihədir ki, hər il ənənəvi olaraq davamlı şəkildə qeyd olunur və qeyd etdiyim kimi geniş miqyaslı, beynəlxalq çərçivədə mədəniyyət xadimlərinin, ustadların, tələbələrin, fəxri qonaqlarımızın iştirakı ilə baş tutur. 14 may Azərbaycan Qarmonu günüdür. Azərbaycan Qarmonu günü ilk dəfə olaraq may ayının 14-ü 2022-ci il tarixində Ceyranbatan Mədəniyyət Mərkəzində yerli və xarici mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirilir. Doğrudan da bu günü, yani bugün aynı neçəsidir? 14'ünü əgər münasibsə Azərbaycan Qarmonu günü Zakir müəllim elan eləmək lazımdır ki, hamı bilsin ki, bu Azərbaycan Qarmonu günü hər ilin 14 may ayında, özü may ayı gözəl aydır, Azərbaycan Qarmonu günü keçiriləcək və yoldaşlar çox düzgün dedilər. Azərbaycan Qarmonu günü növbəti dəfə may ayının 14-ü 2023-cü il tarixində saat 13:00-da Ceyranbatan Mədəniyyət Mərkəzində yerli və xarici mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirilib. Sözü gedən layihə qarmon.az saiti tərəfindən reallaşdırılıb. ...14 may Azərbaycan Qarmonu günü növbəti dəfə may ayının 11-i 2024-cü il tarixində saat 15:00-da Sumqayıt şəhəri Heydər Əliyev mərkəzində mədəniyyət xadimlərinin fəxri qonaq qismində iştirakı ilə keçirilib. Sözü gedən layihə qarmon.az saiti tərəfindən reallaşdırılıb. 14 may Azərbaycan Qarmonu günü növbəti dəfə may ayının 11-i 2025-ci il tarixində saat 12:00-da Sumqayıt şəhəri Heydər Əliyev mərkəzində mədəniyyət xadimlərinin iştirakı ilə keçirilib. Sözü gedən konsert proqramı ustadların ifasından ibarət təşkil olunub. Bundan öncə Azərbaycan Qarmonu günü münasibəti ilə baş tutan konsert proqramları isə tələbələrin ifasından ibarət təşkil olunmuşdur. Sözü gedən konsert proqramlarında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Xoreoqrafiya Akademiyası və s. təhsil ocaqları iştirak etmişdir, təmsil olunmuşdur. May ayının 11-i 2025-ci ildə baş tutan Azərbaycan Qarmonu günü qarmon.az saiti tərəfindən reallaşdırılıb. 14 may Azərbaycan Qarmonu günü hər il qeyd olunmaqda davam edir.